Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəisi polis zabiti Eldəniz Həsənov uzun illərdir daxili işlər orqanlarında şərəflə xidmət edən, peşəkarlığı, dürüstlüyü və vətənə sədaqəti ilə seçilən bir rəhbərdir. O, xidməti fəaliyyətində yüksək məsuliyyət hissi, prinsipal mövqeyi və vətəndaşlara qarşı humanist münasibəti ilə həm kollektivin, həm də ictimaiyyətin dərin hörmətini qazanıb. Eldəniz Həsənovun rəhbərliyi altında Gəncə şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması, nizam-intizamın qorunması və vətəndaşların təhlükəsizliyinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Onun təşkilatçılıq qabiliyyəti, düzgün idarəetmə strategiyası və çevik qərar vermə bacarığı nəticəsində şöbənin fəaliyyəti hər zaman səmərəli və nümunəvi səviyyədədir. Rəis Eldəniz Həsənov hər bir əməkdaşına qarşı diqqətlidir. Onların peşə inkişafına xüsusi önəm verir. O, gənc polis əməkdaşlarının təlim-tərbiyəsinə, xidmətdə intizamın və məsuliyyətin qorunmasına daim nəzarət edir. Bununla yanaşı, Eldəniz Həsənov vətəndaşlara qarşı qayğıkeş və anlayışlı davranışı ilə də seçilir. Onun üçün ən vacib məsələ insanların təhlükəsizliyi və qanun qarşısında bərabərliyidir. Yol hərəkət qaydalarına əməl olunması, nəqliyyat axınının tənzimlənməsi və qəza hallarının minimuma endirilməsi istiqamətində gördüyü tədbirlər sayəsində Gəncə şəhərində yol polisi xidmətinin səviyyəsi xeyli yüksəlib. Eldəniz Həsənovun rəhbərliyi ilə Dövlət Yol Polisi əməkdaşları hər zaman vətənə sədaqət, peşəyə sevgi və vətəndaşlara xidmət prinsipləri ilə fəaliyyət göstərirlər. Polis rəisi Eldəniz Həsənov yüksək peşəkarlığı, nizam intizamı və insanlara olan hörməti ilə Gəncə şəhərinin nümunəvi rəhbərlərindən biridir. Onun fəaliyyəti bir daha sübut edir ki, xalqa vicdanla xidmət etmək dövlətin ən böyük dəyəridir.